Bugün inşallah Sarısuya gedirik. Sarısu ovudur. Biz də Ümüşli tərəfə çıxırıq. Ördək ovuna gedəcəyik. Axşam saat 12-dir. Gedək uşaqlar zad da götürək. 5-i üşüyü yığdıq. Bütün nə lazımdır ov üçün. Tədarüklərimizi gördük. İnşallah tərpənirik. Noyabr ayıdır. Ovun sezonu çoxdan açılıb. Ancaq biz hələ tələsmədik. Biraz isti aylar buraxdıq. Və indi biraz havalar yağışlıdır, küləklidir. Biz yavaş-yavaş tərpənirik inşallah ova tərəf. Gedək uşaqları da götürək, oradan çıxaq yola. Bakıdayıq, Bakıdan yavaş-yavaş gedirik Dərmanova, Elnurgilin yanına. Hikmət də gəldi, oturdu. Hikmət də bildi qardaşımız, Hikmətlə. Biz bilmirəm. İnşallah buradan da benzin vuraq. Çəkir ya, YouTube'a. İnşallah buradan da benzin vururuq, gəldik soxara. Buradan da benzin vurub, yavaş-yavaş tərpənirik İmişli tərəfə. Dirək Sarısuya, orada ova. Hikmət də gəldi, 5-3-lərini yığdı. Elnur ilə gedək götürək, yavaş-yavaş tərpənək. Yavaş-yavaş tərpənək bizi İmişli tərəfə. Burada bazı çay içirik. Burada televizorumuz da var. Sağ olsunlar, belə qəşəng şərait yaradıblar. Orada otaqlar var. Dincəlirik. Hikmət müəllim də bir dənə ovçu uşaqlara salam göndərsin. İnşallah gəlirlər birazdan. Mürvət Gizad da gəlir. İnşallah uşaqlar da gəlsin, bələdçilər çıxaq gölün qırağına. Allahın köməyi ilə yaxşı olacaq inşallah. Yaxşı ovlar olacaq. Onları da çəkib göndərərik, qoşarıq. Ovçu dostlarımıza, balıqçı dostlarımıza hamısına buradan salam göndəririk. YouTube kanalında bizim qardaşımız var, Samir Əfəndi. Ona da salam göndəririk. Yaxşı balıq videoları olur, onlara baxırıq. Elə biz də buradan ov sezonu açılıb, bütün ovçuların hamısına salam göndəririk. Ovunuz qanlı olsun qardaşlar. Ovunuz qanlı olsun. Onu yığacam ayaq altına. Bu da axşam ovumuzu qutardıq. Birinci günün gecəsi. Axşamıdır, bağırdısa. Vurduğumuz quşlardır. Vurduğumuz quşlar. Birinci günü gecə ovuna çıxdı. Bu da gecə ovunda vurduğumuz ördəklərdir. İnşallah qismət olar. Allahın köməkliyi ilə. Sonra sabah da səhər baxarıq bir vəziyyət nətər olur. Vəziyyət yaxşı olsa inşallah sabah da girib ov edəcəyik. Hə Hikmət? Sən bir salam deyən ovçu qardaşlara salam deyir. Selamun aleyküm. Uşaqlar görsünlər də ovun sezonu açıldı. Biz hələ tələsmədik. İsti ayları yola verdik və gəldik belə-belə. Biraz sərinlər düşdü noyabrda. Noyabrdan başladıq ova. Bu axşam ovumuzdur. Səhər ovumuzda göstərdim sizə. İnşallah ikinci gün görək vəziyyət nətər olacaq. Hikmətgil, Bünyatgil bəlkə Bakıya getdilər. Bakıya gedəsə olsalar bəlkə Nurdan biz qaldıq. İndi baxaq da görək nə olur. Yaxşı eləlik, bugünkü günümüz bu qədər. Gəldik. Kartişlərə gəldik. Daha da yığaq içərik. İnşallah burada yatıb dincələk. Burada 2 dənə kravat burada. Sonra burada bunların stalovaları, zatları, maşınları orada saxladıq. Sonra 2 dənə kravat burada, tualetləri, hamamları burada. Bura qaldıq. 2 mərtəbəli yatmaq yerləri, ayaq yolusu, duşu, bir dənə də orada otağı var. Peçi, paltar asmaq yeri zadı. Hər şəraiti var. Burada ov eləmək üçün qəşəng yerləri var. Düşdü. O da qanatdı. Hə, yaxşı. Gedir qamışa tərəf.
Biri qalsa düşdü. Hə, bir gördüm mən. O da düşdü dala. Deyirəm, qoy çəkim sonra. Geçecektik. Oba. Şarap bulutuyla düştü. İkisi düştü bura. İkisi bura düştü. Biz de getdik çola düştü. Vurma. Hadi düştü. O da düştü. O da gelir. Gedi orada düşecek. Gel. Sen onu sürüydü ya sen orada. Kırma iri. Kırma hadi ay güllesinden vurduq biz onu. Ay əməlli başlı ay gülləsidir. Axırı ki obada sürüdən birini saldıq. Allah. Əladır, bala vururuq, yaxşıdır. Uca yavaş işləyir quş, fikir versən bir mən. Tələsmə. Senin zor. Yama. Kanat vurdum. Oyda, uzaqlara düşdü ha. O heç oraya getməyə yeri yoxdur. Çəkdi, hə, yaxşıdır. Üç güllüyə. Bir de ölür de. Hə. Patron koydu. Bir dənə, hə, patron var üstündə bax, qoydum patron. Bir dənə də yaşılbaşın sonasını vurdu. Qəşəng gördəydi. Afiyet olsun. Afiyet olsun. Tüflər gümüşən, əla. Oba. Qaqa bir güllüyə vurdu, necədir? Süpər, yem gətirim. Qabağa. Bunayda nə qalacaq ha? Hə? Ben kabağa Deyəm patron götürüm. Yox, bizim qırma azdır. İçmə. Ben çəkdə görsünlər oynatır olur. Hə, qoy görsünlər ki bu nə əziyyət çəkir. Geçmiş oğlan. 1 kilo 5 tane. Yox, 30 kilozad olar, biraz çox atır. Sen ne yapıyorsun? Ben benim evdeyim. Sarıçın. Hələ su azalıb burada. Hamza qaldırıram belə məşq edirik də müharibə zad olsa hazırıq. Onun için var O belədir, günortaya kimi. Hə. Vurduğumuz ördəklərdir, təmizləyək bunları. Çayımızı qoymuş ora. Bunları təmizləyək bala. Başında yakma, ay canı yanmış. Çıxdıq. Gəlmişik ördəkləri təmizləyək. Ördəklərimizi təmizləyirik. Çayımız da hazır olur. İnşallah bir dənə yüngül var belə bastırmazad eləyək. Fikrimiz var. Bugünkü ördəkdən kabab pişirək çöldə. Evdə onsuz da həmişə yeyirik. Evdə həmişə yeyilir, həmişə evdə aparırıq, pişiririk.
Ona görə dedik çöldə pişirək, çöldə də yeyək. Onsuz da elə çöl adamıyıq, çöllərdəyik arada. Dedik siz də görəsiz pişirməyimizi, yeməyimizi. Ovun çöldə yeyilməsi başqa şeydir. Quşları təmizlədik hamısını, belə ütdük. Sonra apardım orada suda yudum, indi onu çəkmədim, suda yuduq. Sonra gətirdik, indi bunu bir dənə qəşək kəsək, doğrayaq, hazırlayaq. Kəsək, doğrayaq. Quşlarımız da buradadır. Quşlarımız da buradadır. Vurduğumuz quşlardan qəşək indi pişirək. Bunları kəsək, təmizləyək. İçini başını yuduq elədik. İndi bundan qəşək ocağımız közə düşür. İnşallah közə düşür ocağımız. Ocağımız közə düşür, bir qəşək kabab pişirək. Elçindir. Kimdir Elçin? Səxavət. Səxavət. Elçin səsini oxşayır ya. Ne olar da gösterdi. Yani temizlemeyeceğimiz anı bagajda da var. Hələ yarısını təmizləmişik, yarısını da pişiririk. Lan bir sən nə qədər quş tapa bilmədik sabatan. Çaylıkımız iyi qaynayır. Az qala. Əti doğradıq, ət hazırdır. Çaylıkımız qaynayır. Qalır. Odunlar da yavaş yavaş közə düşür. Tuzla yotu qarışdırmışıq bir yerdədir. Çeşitlerimizde götürək. Temizleyək. Koyca başlı, sonra başlıyız. Çay qaynadı Elnur. İstəyirsən, gəl tök iç. Belə işə keçirdək bunlarda hamısını. Qaynadı. Gəl götürək onu. İçinə dəm də qoyaq. Bax belə keçirtdik. Qəşək duzladıq, istiyotladıq bunları. 10 dənə quşdur, 10 dənə quşdan 6 şiş çıxdı. 6 şiş elədik.
zibillərimizi də belə yığıb kloka, sonra aparıb toluyuruq. Ki, buralar zadı zibilləməyik. Çölü xarab eləməyik buraları. Bunu da pişəndən sonra inşallah bu soğanı da onun üstünə vuracağıq. Olacaq əla. Ya, ətimizi hazır elədik. Soğanı düzəltdik. Ocağımız düşür közə. Çay da içilir. Çayımız da hazırdır. Çayımızı Mürvət süzüb özünə bir dənə. Özü için. Mən də uşaqlar orada yatırlar, mən də Şokolatı sənin əvəzindən yeyir. Hə, ye, qurban sən qardaş sən. Hə. Əziyyətin şokoladdan qat-qat çoxdur. Sağ ol, Allah canı sağ eləsin. Birazın çayımız. İndi ocaq düşür. O nə belə? Hə? Vurduğumuz quşlar hamısı, bax indi vurduq, bu əti elədik, kabab elədik, hamısı deyib Mürvətin sayəsində. Sağ olsun. Allah canı sağ eləsin, apardı, göstərdi, qəşəng yerlər, gözəl yerlər, gözəl quşlar vurduq. İndi onları da pişiririk, yeyirik burada çöldə. Çölü zadda, hələ ki tezdir biraz. Ovun sezonu, havalar istidir. Görürsünüz də tərləmişəm. Hə, inşallah soyuq havalar başlayan kimi qar, qış gələcək ova. Yaxşı böyük quşlarımız da olacaq, hamısını çəkib göstərəcəyik. Götürüm əlimdə çəkeyim. Kababımız tüstülüyür. Yavaş yavaş pişir. Bir dənə çay çək. Bundan sonra belə bir şey düzəltmişik ağacdan. Kola qapağı, kola qabı. Deşmişik başını, asmışıq, altdan da açırıq ərzad yumaq üçün. Bura bizim umvanlikdir. Beşləri yığdıq. Quşlarımızın yarısı buradadır. Biraz oradan yolduq, oradan quşlardan təmizlədik, pişiririk. Çayımız da var, soyuq. Bir dənə də çay içim mən. Balaca quşlar olmağına baxmayın, yağlıdırlar. Suluqlar da qəşəng yağına görə kababımız pişir, qəşəng kababımızdır. Buradan ovçu uşaqlar da salamlar. Hikmət də tez getdi işlərinə görə. Sonra Elçin gələ bilmədi. Buradan Elçinə də salamlar göndəririk. Bizim yaxşı izləyir, YouTube'dan zaten baxır. Samir qardaşımız, Samir əfəndi, ona da salam göndəririk buradan. Allah canlarını sağ eləsinlər. Burada 10 dənə quşdur. 10 dənə quş qoyduq. 3 nəfər bizi, Mürvətdir, bir də İsmətdir. Bu ovçu 5 nəfər adamıq. 10 dənə quş qoyduq. Dedik, heç nə almaq lazım deyil əlavə. Çölə gəlmişiksə, gələk çöl heyvanla vuraq. Çöl quşlarla elə onlardan da pişirək yiyək. Lazım deyil artıq yoldan nəsə alıb pişirmək. Elə onu evdə də pişirib yiyək. Çölə gələndə də quşlardan zatdan indi nə vura bilirik, nə vura bilmirik. O şərt deyil ki, nəsə vurasın həmişə. Hər ovçu istədiyini vursa çöldə heyvan qalmaz. Ya da hər balıqçı istədiyi balığı tutsa dəryada balıq qalmaz. Ona görə qismətdir. Allahın məsləhətinə şükür. 5 dənə quş yeməlisənsə bugün 6-cını özünü də öldürəsən, yiyə bilməzsən. 5-dən o tərəfəsi yoxdur, sənin qismətin budur. Ona görə şükür. Olana da vaxtlarımızı belə istirahətlərdə keçirtmək yaxşıdır. Mən şəhərdə avara işlərlə məşğul olmaq, arada ova gedin, balığa gedin, gözəl işlərlə məşğul olun, millətə, cəmiyyətə xeyirli bir insan olun. Çörəklərimiz də isinir biraz, sonra şoburun üstünə soğanlarımıza tökək buranın üstünə.
Al al. Bu da hazırdır. Ucu bunu bala yemək olar. Tuz var, tuz. Duzlamışam, tuz hamısı tuzdur, iş yoxdur da. Böyle süper çıxıb, qəşəng kebabımız oldu. Oturdum yedik. Şəkil. Ha? Kulağın şəkil çəkmirsən? Yo, şəkil neyse, nəsə videoda. Hə, şəkil. Valla. Hə, şəkil. Bugünkü ovumuzu da qutardıq. Belə qutardıq ovumuzu. 2 gün arası 2 gün yarım qaldıq. Ov elədik, yaxşı çörək yedik. Hikmət ki, Binnət gildə tez çıxdılar. Onların işləri var idi. Biz qaldıq elmimlə, ov elədik. Yaxşı ovlarımız oldu, şükür Allaha. Yola verdik, indi də üzü Bakıya tərəf gedir. Bugünkü ovlarımız da bu qədər. İnşallah gələn ovlardan görüşmək ümidi ilə. Sağ olun.